Değerli köylülerimiz, bugün kabir ziyareti. Bugün dualarımızı edeceğiz. Rahmete gidenlerimizi, ölenlerimizi yad edeceğiz. Dualar okuyacağız, fatihalarımızı okuyacağız inşallah. Evet, kabir üstünde bildiğiniz gibi çocuklar mezar üstüne de gelirler, eşya toplarlar kendilerine. Herkes hayrına dağıtır. Allah herkesin ihsanını kabul etsin inşallah. Biz de mezarlığımızı, köyümüzü hem havadan çekeceğiz hem de karadan çekeceğiz, sizlere göstermeye çalışacağız. İşte buyurun bakalım, o zaman gidelim. Biz əsrətdəyik, sən İraqda, çox uzaqda, çox uzaqda. Yanır qəlbimiz bu fəraqda, bu fəraqda, bu fəraqda. Arzu etmişdim, nəsib ola mənə dəvətin gəlsin. Qonaq olum yenə, eyləyim təzim, salam verim sənə bu ərbəində. Dostlarım gəldi, o qanlı torpağa neyləmişdim ki, çağırmadın ağa, qaldı karvanə, gözüm baxa baxa bu ərbəyində. Biz əsrətdəyik, sən İraqda, çox uzaqda, çox uzaqda. Yanır qəlbimiz bu fəraqda, bu fəraqda, bu fəraqda. Nəhri əlqəmdə batan aya salam, kaş əbəl fəzlə yenə qonaq olam, Kərbəlasız mən axı necə qalım bu ərbəyində. Kaş gəlib Nohə deyərdim Əkbərə, kaş gəlib laylay çalardım əsğərə. Olmadı qismət mənə bu mənzərə bu ərbəyində. Qəbri şəccücə bu səbri sındırar, həsrətin candan məni usandırar. Şöləyi ahım cahanı yandırar bu ərbəyində. Tək deyilsən sən, mən olmasam belə eşqi karvanı
yanındadır hələ hər birin zəvvar. Kimi qəbul elə bu ərbəyində. Arzu etmişdim nəsib ola mənə dəvətin gəlsin. Qonaq olum yenə eyləyim təzim. Salam verim sənə bu ərbəyində. Dostlarım gəldi o qanlı torpağa, neyləmişdim ki çağırmadın ağa, qaldı karvanə.